Deməli, bu gün buxarlanma və kondensasiyadan, doyan-doymayan buxardan və rütubət halından danışacağıq. Ən birinci danışaq buxarlanmadan. Buxarlanma nədir? Buxarlanma mayenin buxara çevrilməsi prosesidir. Düzdürmü? Bəs bu proses necə baş verir? Maye bildik ki, su molekullarından təşkil olunur və mayenin içərisindəki bəzi su molekulları çox böyük kinetik enerjiyə, yəni bununla da əlbəttə ki, çox böyük sürətə malik olduqlarına görə onlar mayeni tərk edə bilirlər və maye üzərində buxar şəklində özlərini göstərirlər. Yəni əslində suyun üzərində buxarın əmələ gəlməsi mayenin tərk elədiyi molekullardır. Suyun üzərində buxarı əmələ gətirirlər. Və bir şey də xatırlayaq ki, buxarlanma hər temperaturda ola bilər. Yəni bəzən görürük ki, qəfədanı qoymuşuq ki, qızmağa, amma qəfədan qaynamayıb da hələ, amma qəfədandan artıq buxar çıxır. Niyə? Çünki mayenin tərkibindəki molekulları yalnız qaynayanda buxarlanmır. Onların yəni kinetik enerjiləri bəzilərinin təbii ki, hamısının yox, bəzilərinin kinetik enerjiləri hər temperaturda qalxa bilər, hər temperaturda buxarlana bilər və buna görə də buxarlanma hər temperaturda olur. Qaynama isə yalnız 100 dərəcədə olur. Məsələn, su üçün təbii ki, başqa hər maddənin özünün qaynama temperaturu var. Bəs qaynama ilə buxarlanma biz necə fərqləndirəcəyik? Qaynamada uşaqlar mayedəki molekulların hamısı mayeni tərk edir. Ən aşağıda olanlar da, bax belə bir qab düşünək. Bax, belə bir qab düşünək. Qabın da içində fərz edək ki, maye var. Əgər mayenin içərisindəki molekulların yalnız məsələn deyirəm, bu səthdə olanları buxarlana bilirsə, buna biz buxarlanma deyirik. Amma mayenin ortasında olan molekullar, mayenin ən aşağısında olan molekullarda çox yəni buxara çevriləcək qədər kinetik enerjiyə malik olubsa, bu artıq bizim üçün qaynama temperaturudur. Yəni qaynama prosesidir. Qaynama ilə də buxarlanmanı bu cür fərqləndirə bilərik. Daha sonra kondensasiya var. Kondensasiya da buxarlanmanın əksi prosesidir. Yəni buxar təzədən suya çevrilirsə, bu kondensasiya hadisəsidir. Məsələn, buna misal olaraq nəyi göstərə bilərik? Tutalım ki, yemək bişirirsən, yeməyin də ağzına qapağı bağlamısan, bir də görürsən ki, qapağı açanda qapaqdan su damcılar tökülür. Niyə? Çünki yemək qaynadıqca yeməkdən buxar çıxıb, buxar gedib qapağa dəyib təzədən suya çevrilib. Yəni kondensasiya hadisəsi baş verir. Buxarın kondensasiya çevrilməsi, daha doğrusu buxarın mayeye çevrilməsi hadisəsi kondensasiya hesab olunur. İndi buxarlanma nə olur? Buxarlanma maddənin maye halına qaz halına keçməsi prosesidir. Buxarlanma zamanı sürətli molekullar mayeni tərk edir. Vəssalam. Və buna görə də mayenin təbii ki, kinetik enerjisi azalır və maye soyur, yəni buxarlanma hadisəsində. Niyə? Yenə deyirəm, çünki maye, məsələn, tutalım ki, spirti əlimizə vuran kimi nə hiss edirik? Spirti əlimizə vuran kimi sərinlik hiss edirik. Niyə? Çünki spirti əlimizə vuran kimi spirt uçucu maddə olduğuna görə həmin dəqiqə spirt molekulları əlimizdən uçur. Yəni vurmağımızla uçmağı bir olur. Ona görə də əlimizin istiliyin daxili enerjisini özü ilə aparır da belə deyək. Çünki kinetik enerjisi çox olanlar əgər tərk edirsə mayeni, əlbəttə ki, qalan mayenin enerjisi azalacaq da. Bu da belə. İndi buxarlanma sürəti deyilən bir anlayış var. Buxarlanma sürəti vahid zamanda maye tərk edən molekul sayıdır. Əgər molekul sayı çoxsa, buxarımın sürəti çox, buxarlanmanın sürəti çoxdur, azsa azdır. Bəs buxarlanmanın sürəti nədən asılıdır? Buxarlanmanın sürəti təbii ki, mayenin temperaturundan asılıdır. Temperaturu nə qədər çox olsa, sürətli şəkildə buxarlanma olacaq. Çünki temperatur çox olanda kinetik enerji artır. Daha sonra səthin sahəsi nə qədər geniş olsa, maye o qədər yaxşı buxarlanacaq. Niyə? Çünki məsələn deyirəm, stəkanda çay görsən soymur, nəlbəkiyə tökürsən. Niyə? Çünki nəlbəkin ağzı çox geniş olduğuna görə orada buxarlanma imkanı daha çoxdur. Daha sonra bir də maddənin növündən asılı tutalım deyirəm. Hər maddə bir stəkan su ilə bir stəkan spirtin buxarlanması eyni olmayacaq maddənin növünə görə. Bir də üzərindən keçən hava axınlarına və ya təzyiqə görə. Məsələn, paltarı küləkli havada asanda o daha tez quruyur. Niyə? Çünki hava axınları molekulların uçmasına birlikdə yardım edir bir baxımdan. Bu da olur buxarlanmanın sürətinin asılı olduğu amillər. Bunu belə bu bir kənarda qeyd edək qalsın. İndi biz tutalım ki, buxarlanmanın sürətini tapdıq. İndi belə bir şey var. Sabit temperaturda mən mayeni buxara çevirmək istəyirəm. Mayeni buxara çevirmək üçün mən ona təbii ki, mayeyə müəyyən qədər isti miqdarı verməliyəm. Mən nə qədər isti miqdarı verim ki, maye buxara çevrilsin. Mayeni buxara çevirmək üçün verilən isti miqdarı buxarlanma istiliyi adlanır. Buxarlanma istiliyi Q hərfi ilə işarə olunur və
Q bərabərdir Lm şəklində ifadə olunur. Burada Q buxarlanma istiliyidir, L xüsusi buxarlanma istiliyidir, M isə maddənin kütləsidir. Və burada da yenə də əvvəlkilərdə olduğu kimi xüsusi buxarlanma istiliyi, yəni L, nə Q-dən, nə M-dən asılı deyillər təbii ki. Yəni o sadəcə maddənin növündən asılıdır və burada da ifadəsini tapsam L bərabərdir Q bölək M alıram. Yəni 1 kiloqram maddəni tamamilə buxara çevirmək üçün lazım olan istilik miqdarı xüsusi buxarlanma istiliyi adlanacaq. Çünki burada görürsünüz ki, məxrəcə 1 qoyanda L Q-yə bərabər olur. Vəssalam. İndi burada bu da olur bizim xüsusi buxarlanma istiliyi. Xüsusi buxarlanma istiliyi yalnız mayenin növündən və temperaturundan asılıdır. Deməli, temperatur nə qədər artsa, xüsusi buxarlanma istiliyi də bir o qədər azalacaq. Yəni 1 kiloqram temperatur artırdıqca sən 1 kiloqrama verməli olduğun istilik miqdarının da birlikdə dəyişiklik olur. Aha, indi bunu bildik və biz demişdik ki, buxarlanmanın əksi proses nə idi? Kondensasiya. Bəs indi mən kondensasiya eləmək istəyirəmsə, yəni mayeni buxara çevirmək üçün elm qədər istilik verirəm. Bəs buxarı təzədən həmin buxarı, həmin kütlədə eyni qədər buxarı təzədən mayeye çevirmək üçün nə qədər istilik verməliyəm? Eyni qədər uşaqlar təbii ki. Sadəcə fərqləri ondadır ki, əgər sən bunu belə düşün, 1 kiloqram suyu dondurmaq üçün, buza çevirmək üçün nə qədər istilik alırsansa, həmin buzu əridib təzədən su eləmək üçün də həmin qədər istilik verməlisən. Çünki burada istilik balansləniyinə görə bu yəni istilik saxlanılır. Elə bil tutalım ki, 200 jol istilik miqdarı ilə sən buzu əridib su eləyirsənsə, həmin suyu təzədən buz eləmək üçün 200 jol istilik miqdarı almalısan. Sadəcə fərqləri ondadır ki, birində istiliyi verirsən, birində alırsan. İndi mən mayeni buxara çevirmək üçün elm qədər, yəni məsələn 500 jol istilik miqdarı vermişəmsə, indi həmin buxarı təzədən qaytarıb maye eləmək istəyirəmsə, yenə də elm qədər, yəni 500 jol istilik miqdarı bu səfər alacam sadəcə, yəni maddəni soyudacam. Onda kondensasiya zamanı yenə Q-dür, sadəcə mənfi elm yazacağıq da bu səfər. Yəni istilik miqdarının alındığını görməyimiz üçün, soyuma prosesi olduğunu bilməyimiz üçün. Bu şəkildə sadəcə burada belə bir şey var ki, yəni buxarlanma zamanı istilik gördüyümüz kimi udulur elm. Yəni burada Q nədir? Burada Q sıfırdan böyükdür, udulur. Amma kondensasiya zamanı Q sıfırdan kiçik olacaq. Yəni istilik neyinir? Ayrılır. Buna deyirəm kondensasiya. Yəni buxarın mayeye çevrilməsi. Bu da belə kondensasiya. Bu təbii ki, buxarlanmadır. Yəni bir-birinin əksi prosesləri olduğuna görə təbii ki, qiymət cəhətdən də əksdirlər. Sadəcə birində istiliyi verirəm, birində istiliyi alıram da. Birində qızdırıram, birində soyuduram. Doğru dildə desək belə. Aha, bu da belə. Bu bizim buxarlanma hadisəmiz. Yəni burada deyə biləcəyimiz başqa bir şey yoxdur. Bir də qaynama haqqında danışdıq. Qaynama nə idi? Buxarlanma ilə qaynamanı fərqləndirə biləcəyikmi? Buxarlanma odur ki, mayenin yalnız səthində olan, çox kinetik enerjiyə malik olan maddələr, molekullar buxarlanır, belə deyək. Amma qaynamada bütün səthində, qaynama mayenin daxilində də, səthində də bütün vaxt olan molekulların buxarlanmasıdır. Yəni eyni zamanda baş verən buxarlanma prosesidir. Qaynama maye daxilində yaranan buxar qabarcıqlarının həcminin böyüyərək maye səthinə çıxıb partlaması hadisəsidir. Yəni o belə pıqqapıq deyirik, qaynayır. O hadisə qaynama hadisəsidir. Deməli, bundan sonra deyə bilərik ki, bir dənə şeyi mütləq yadımızda saxlayaq ki, çox önəmlidir. Mayenin qaynamağa başladığı temperatur qaynama temperaturudur. Yəni, maye qaynama zamanı temperaturun dəyişmir. Tutalım ki, sənin suyun başladı qaynamağa 100 dərəcə. O su tamamilə buxara çevrilməyənə qədər orada temperatur artmır. 100 dərəcədə qalır. Ay müəllim, bəs orada bu 101 olmur, 102 olmur, olmur uşaqlar. 100 dərəcə. Qaynama temperaturu 100 isə 100-də də qalır. Bəs bu hara gedir? Bunun və altdan verdiyimiz məsələn istiliyi bunun buxara çevirməyə sərf olunur da, daxili enerjisi artır get-gedə, amma temperatur dəyişmir. Bunu mütləq yadımızda saxlayaq.
Qaynama temperaturunda qabarcıqlar belə deyək də, doymuş buxarın təzyiqi mayenin təzyiqinə bərabər olur. İndi inşallah doymuş buxardan danışıb daha yaxşı başa düşəcəksiniz. İndi burada bir-iki dənə qaynama haqqında qeyd eləyək. Burada bir dənə qeyd onu yaza bilərik ki, qaynama temperaturu təzyiq artdıqca qaynama temperaturda artır, azalanda azalır. Yəni xarici təzyiq azalanda qaynama temperaturu da azalır belə deyək. Görmüsüz dağ yerlərində belə deyək də su daha tez qaynayır. Niyə? Çünki dağ yerlərində hündürlük çoxdur, düzdür? Hündürlük çox olanda uşaqlar biz bilirik ki, hündürlük çox olanda atmosfer təzyiqi aşağı düşür, düzdür? Atmosfer təzyiqi də aşağı düşdüyündən qaynama temperaturu da aşağı düşür. Yəni burada belə bir şey deyə bilərik də biz. Təzyiq elə bil ki, temperaturdan düz asılı olur da. Qaynama elə bil ki, məsələn biz burada suyu 100 dərəcədə qaynadırıqsa, orada 80 dərəcədə su qaynayır məsələn. Bu da qaynama temperaturla əlaqədir. Bunu da yadımızda mütləq saxlayaq. İndi burada biz bir dənə də qrafik çəkək. Qrafikimiz bəs necə olacaq? Baxın, gəlin fərz edək ki, mənim bir dənə mayem var. Mən bu mayeni buxarlandırmaq istəyirəm. Bəs necə edəcəm? Tutalım ki, burada temperaturun zamandan asılılıq qrafikinə baxıram. Zamandan asılılıq qrafikinə nə olacaq uşaqlar? Baxın, mayem var. Mən bunu qaynatmaq istəyirəm. Əvvəlcə nə olacaq? Uşaqlar, tutalım ki, 20 dərəcəlik əlimdə maye var. Mən bunu necə qaynada bilərəm? Ay müəllim, mayenin qaynaması üçün, suyun qaynaması üçün sudan danışaq gəlin. Suyun qaynaması üçün sizin əlinizdə 20 dərəcəlik su varsa, bu 100 dərəcəyə qalxmalıdır ki, qaynasın. Onda deməli birinci su qızacaq. Bax belə. Bax belə. Təsəvvür elə 20 dəydim, çıxdım hara? 100-ə. Çıxdım 100-ə. 100-ə çıxanda nə olacaq? 100-ə çıxanda başlayacağam qaynamağa. Bəs qaynama temperaturu biz nə demişdik? Demişdik ki, sabitdir. Təmiz qaynayıb qurtarana kimi qalacağam 100 dərəcədə. Bəs qaynayıb qurtardım, daha əlimdə su qalmadı, ancaq buxar qaldı. Ondan sonra da başlayacaq buxar qızmağa. Bax, bu qrafik bu şəkildə qoyulur. Deməli, burada birinci hissə hansı hissə oldu uşaqlar? Birinci hissə olur mayenin qızması. İkinci hissədə nə oldu? İkinci hissədə mayem da qızdı, qurtardı da 100 dərəcəyə çatdı. 100 dərəcədə maye 100 dərəcədən sonra qızmır axı 100-ə çatan kimi başlayır qaynamağa. Sudan söhbət gedir ha. 100-ə çatan kimi başlayır qaynamağa və salam. Deməli bu göy xətt boyunca maye qaynayacaq. Ay müəllim, bu xətt niyə belə artmır? Çünki dedik ki, uşaqlar qaynamada temperatur dəyişmir. Yəni sən tamamilə qaynayıb qurtarana kimi, elə bir ki, bax burada axırıncı su damlası da buxara çevrilir və salam. Onunla da məsələ bağlanır. Artıq burada sənin əlində su qalmır da belə deyim. Aha, onda bu olur, maye qaynayır. Və nəhayət üçüncü hissədə də artıq temperaturum artmağa təzədən başladısa, 100-dən artıramsa uşaqlar, burada sən sudan söhbət eləyə bilmərsən. Çünki 101 dərəcəli su olmur uşaqlar. Yəni burada artıq su yoxdur, buxardır. Ona görə də bundan sonra nə edir? Buxar nə edir? Baxın, buxarın temperaturu artır. Ona görə də təbii ki, buxar qızır deyəcəm. Vəssalam, bax bu da bizim qrafikimiz. İndi danışırıq doyan və doymayan buxardan. Deməli, doyan və doymayan buxar anlayışını bilməzdən əvvəl dinamik tarazlıq anlayışını bilməliyik. Dinamik tarazlıq anlayışı nə deməkdir? Fərz edək ki, mənim bir dənə ağzı bağlı qabım var və bu qabın içərisində müəyyən qədər də maye var. Lap sudan danışaq ki, su var. Və elə bir an burada da tutalım ki, qaynayır da bu su. İndi burada nə baş verir? Ya da ki, qaynamasa da temperaturu artıq yuxarıdır. Onda buradan fərz edirəm ki, mənim 5 dənə molekulum mayeni tərk edir. Fikir verirsinizsə, burada 5 molekul mayeni tərk edir. Yəni 5 molekul nə edir? 5 molekul buxarlanır. 5-i buxarlanır. Və buradan 5 molekulun 3-ü gedir, yuxarı dəyir, geri qayıdır. Yəni, təzədən suya çevrilir. O yemək bişirəndə qapaqda yaranan sular düşünün. Deməli, 5-i getdiyi molekulların, amma 3-ü geri qayıtdı. Düzdür? 3-ü təzədən suya çevrildi, geri qayıtdı. Fərz edirəm ki. İndi bu hadisə belə baş verir. İndi 5-dən 3-dən söhbət getmir. Uşaqlar, burada çox böyük rəqəmlərdən söhbət gedir. Sadəcə biz başa düşək deyə belə deyirəm. 3-ü getdi, 5-i qayıtdı, 4-ü getdi, 3-ü qayıtdı. Amma elə bir an gəlib çatır ki, burada tutalım ki, 5 molekul suyu tərk edib buxara çevriləndə, buxardan da 5 molekul təzədən suya qayıdır. 5 kondensasiyadır. 5 kondensasiya. Yəni, təzədən geri qayıdır.
Bax, buna deyirlər dinamik tarazlıq. Tarazlıq sözünün ümumiyyətlə mənası nədir? Yəni bərabərlik olsun da. Elə bir burada 5 molekul getdi, 5-i də qayıtdı. Kondensasiyadan buxarlanmalar molekulları bir-birinə bərabər oldu bu hadisələrdə. Vəssalam, buna mən deyirəm dinamik tarazlıq. İndi doyan buxar nədir? Doyan buxar öz mayeəsi ilə dinamik tarazlıqda olan buxardır. Yəni doyan buxarda artıq molekulların sayında belə dəyişiklik olmur. Elə bil ki, 500 molekul getdisə, mayedən buxar halına çevrilib, 500 molekul da buxardan maye halına qayıdacaq. Buna deyirlər doyan buxar. Doyan buxarda ümumiyyətlə nə olmalıdır uşaqlar? Baxın, tərifə bax, öz mayeəsi ilə dinamik tarazlıqda. Yəni maye olmalıdır və buxar olmalıdır mütləq. Qabın içində həm maye, həm buxar varsa, buradakı buxar bizim üçün doyan buxar hesab olunacaq. İndi doyan buxarın təzyiqi P bərabərdir. Bura P0 yazıram ki, doymuş buxar olduğunu biləsiniz. P0 bərabərdir NKT düsturu ilə təyin olunur. Ay müəllim, biz bu düsturu MKN ilə bilirik. Bəli, nə gözəl. Yaxşı ki, bilirsiniz. Bilin. Amma bir şey yadınızda saxlayın ki, burada bəzi məsələlər fərq olacaq. İndi doymuş buxarın, baxın, burada mən nə görürəm? Doymuş buxar, uşaqlar, doymayan buxarla eyni deyil. Doymuş buxarda ideal qaz qanunları ödənmir. Baxın, o deyir, həcm, vuraq, təzyiq, bölək, temperatur. Müəllimə, təzyiq artanda temperatur artırsa, deməli həcm sabitdir və yaxud da temperatur sabitdirsə, həcm artırsa, daha doğrusu həcm azalırsa, təzyiq artmalıdır. Və s. belə şey yoxdur uşaqlar. Bunları doyan buxarda saymır. Doyan buxarda bunlar yoxdur. Bunlar ideal qaz qanunlarıdır. Doyan buxarda bir dənə bizə tanış nə var? Bu. Başqa heç bir uşaqlar, başqa heç bir. Yəni o düsturlarla bu düsturları da qarışdırıb aləmi bir-birinə qatmayın. İndi bir dənə qeydlərimizə baxın. Baxın. Tutalım ki, izotermik prosesdir. İzotermik prosesə baxıram. Aha, izotermik proses. İzotermik prosesdə biz demişdik ki, temperatur sabitdir, düzdür. Uşaqlar, day deməyəcəksiniz. Müəllimə, temperatur sabit olanda biz demişdik ki, tutalım ki, deyək ki, qab genişlənir, həcm artır. Hə, müəllimə, onda təzyiq azalacaq da. Uşaqlar, siz ideal qaz qanunu yazdınız. Bu ideal qaz deyil axı. Axı sənə ağzında doyan buxar deyir. Doyan buxarda da PV zad yoxdur. Bir dənə bu düsturu yadıma salıram ki, hə, müəllimə, burada mən deyirəm ki, temperatur sabitdirsə, vəssalam uşaqlar, təzyiq də sabitdir, konsentrasiya da sabitdir. Yəni burada konsentrasiya həcmdən, zaddan asılı deyil uşaqlar. Yəni burada doymuş buxarın temperaturu sabit olanda mütləq şəkildə artıq burada təzyiq də sabit olacaq bizim üçün. Təzyiq də konstantdır, həmçinin konsentrasiya da konstantdır. Da həcmdən tərs asılıdır, həcmdən düz asılıdır, nə bilim, nə. Bu məsələləri aləmi qatmırıq bir-birinə. Yaxşımı? Bunları mütləq yadımızda saxlayaq. İndi başqa bir qeyd yazıram uşaqlar. Tutalım ki, temperatur yenə sabitdir. Yəni izotermik prosesə baxıram. İzotermik prosesdir uşaqlar və düşünürəm ki, burada mən maddəni sıxıram. İzotermik sıxılma. Yəni V azalır uşaqlar. İzotermik sıxılma. Bir dənə fikirləş, qabdır. Qabın içində su var və üstündə buxar var. Sən bu qabı sıxırsan. Sıxırsan aşağı. Sıxanda nə olacaq? Elə ki, uşaqlar, qapaq aşağı sıxılırsa, buxar da sıxırsan da sən. Buxarı sıxıb təzədən pərçimləyirsən ki, su olsun. Onda deməli, burada sən bu prosesdə belirləyəndə buxarın kütləsi azalacaq, mayenin kütləsi artacaq, düzdür? M buxar azalacaq, M maye artacaq. Yenə deyirəm uşaqlar, niyə? Çünki aşağı sıxırsan da, qapağı aşağı sıxanda buxar elə bir sıxılır, suya çevrilir təzədən. Amma T bərabər konstant halında, yəni izotermik prosesdə genişləndirirsənsə, genişlənmə. Yəni burada həcmi artırırsansa, yenə fikirləş ki, bir dənə qabdır, mayen var, üstündə də buxarın var, düzdür? Amma sən buradan qapağı silirsən, biraz da qabı genişləndirirsən, yuxarı qalxsın. Nə olacaq? Daha çox yerin var, uşaqlar. Ona görə su daha çox buxarlanacaq, buralara da gələcək, düzdür? Onda deməli bu səfər də suyun kütləsi azalacaq, buxarın kütləsi artacaq. Aha, deməli bu səfər də burada uşaqlar M buxar artacaq, M buxar artır, M maye azalır. Çünki yer açıldı uşaqlar. Yer açılsa maye uzat başlayacaq da buxarlanmağa. Aha, maye azalır. Düşünürəm, səhv yazdıq. Maye azalır. Bunları da qeyd kimi mütləq yadımızda saxlayaq. Daha sonra burada başqa qeydlərdən də danışa bilərik biz. Onlardan da danışaq. Başqa bir qeydimiz nə olar uşaqlar? Nə olar? Fərz edirəm ki, izoxor prosesdir. İzoxor proses nədir?
Yəni həcmin sabit olduğu proses, düzdür? İzoxor prosesdə uşaqlar temperatur artdıqca, tutalım ki, temperatur artır. Nə olacaq? Doyan buxardan danışıram fərzdəki. Temperatur artdıqca doymuş buxarın təzyiqi uşaqlar təbii ki, başlayacaq artmağa. Ay müəllim, niyə? Çünki P0 bərabərdir NKT düsturuna görə əgər temperatur artıqsa, təzyiq də artacaq. Amma uşaqlar, burada bir nüans var. İdeal qaz kimi yox, 2 qat artacaq. Təzyiq çox artır. Çünki təzyiq təkcə temperaturun yox, konsentrasiyanın da artması hesabına artır. Ona görə də burada təzyiq 2 qat artacaq. Yaxşımı? Təzyiq ideal qazın təzyiqinə nisbətən sürətlə artır. Yəni burada həm də təkcə temperatur yox da konsentrasiya da var axı məsələnin içində ona görə. Burada deməli biz onda necə yazacağıq uşaqlar? İdeal qanunu üçün yazanda, biz belə yazırdıq. Məsələn deyirəm ki, həcm sabit olanda deyirdik ki, müəllimə təzyiq temperaturdan düz asılıdır da, düzdür, artır. Amma burada belə düz deyil uşaqlar. Belə düz deyil. Düz olmağına düzdür, amma kvadratik düzdür. Yəni ki, temperatur tutalım deyirəm, 2 dəfə artanda təzyiq 3 dəfə artır. Temperatur 3 dəfə artanda təzyiq 10 dəfə artır. Məsələn deyirəm. Çünki burada temperatur hesabına artmağında təkcə burada konsentrasiya da artır deyə bunların ikisinin hesabına təzyiq artır. Yəni yenə deyirəm, bunu siz ideal qazla qarışdırmayın. İdeal qazda belə bir şey yoxdur. İdeal qazda biz deyirik ki, müəllimə PV bölək T, V sabitsə P-ni T-yə bölürəm, düz asılıdırlar. Vəssalam, P T-dən düz asılıdır. Vəssalam. Oldu, bitdi. Bu başqa şey. Bu doyan buxardır uşaqlar, doyan buxar. Doyan buxarda siz bir dənə onu bilin ki, bircə dənə sənin bax bu düsturun var. Day o PV, MV, onlar yoxdur uşaqlar. Yaxşı, Mendeleyev Klapeyron zat ancaq ideal qaz qanunlarındadır. MK-indədir. Yəni burada doyan buxarda deyil. Doyan buxarda bir dənə MKT-dir. Vəssalam. Aha, indi bəs tutalım ki, ay müəllim, mənim qabım var, qabımın içində dediniz ki, su var və üstündə buxarım var da, düzdür? Amma mən bunu o qədər buxarlandırdım, su təmiz qurtardı. Ancaq buxar qaldı. Bəs o, bəli uşaqlar, ancaq buxar ideal qazdır. İdeal qaz, bəli. Orada artıq o Mendeleyev Klapeyron tənlərinin hamısı ödənəcək. Yəni ideal qazdan söhbət gedəndə onu artıq biz doymamış buxar deyirik. Əgər buxar tamamilə varsa, su yoxdursa, su tamamilə buxarlanıb buxara çevrilirsə, bu olur doymamış buxar. Onda doymamış buxar nədir? Doymamış buxar öz mayeyi ilə dinamik tarazlıqda olan buxarda, dinamik tarazlıqda olmayan buxarda, üzr istəyirəm. Bəs ay müəllim, biz bu doymamış buxarın da yenə qanunlarını öyrənəcəyik? Xeyr. Doymamış buxar uşaqlar, MK-ində var ideal qaz qanunları. Həcm sabitdir, nə olacaq? P V-dən düz asılı. Həcm artır, nə olacaq? Təzyiq sabitsə, təzyiq sabitsə tutan temperatur da artacaq. Eyni şeylər. Yəni bir dənə doyan buxarın xüsusiyyətləri başqadır ki, doyan buxarda bir dənə bu düsturdur. Amma doymamış adi o qaz qanunlarıdır. Yəni özünüzü çaşdırmayın. İndi gəlin biz doyanla doymayanın təzyiqin temperaturdan asılılığını çəkək. Baxın, tutalım ki, bu mənim təzyiqimlə temperaturumun qrafikidir. Baxın, təzyiqin temperaturdan qrafiki. İndi uşaqlar, tutalım ki, mənim bir dənə qabım var, düzdür? Qabın içində həm su var, bax fikir ver, həm su var, həm də ki, suyun da üstündə uşaqlar buxarım var, fərz edək ki, baxın, bunlar da mənim olsun buxarım. İndi bu buxar uşaqlar olacaq doyan buxar. Çünki maye var, üstündə buxar var. Doyan buxar. İndi burada həcm sabitdirsə əgər, mən nə deyəcəm? Həcm sabitdirsə, olsun da gözüm aydın. Burada mən temperaturu artırdığıma görə nə olacaq uşaqlar? Təzyiq 2 qat artacaq. 2 qat artacaq. Ona görə də burada mən bax bu hissəni necə çəkəcəm? Baba, belə çəkəcəm. Bu olacaq doyan buxar. Və sonra belə oldu. Bu olsun birinci hal. Bu olsun birinci hal. Burada yazıram 1. Nədir uşaqlar bu? Doyan buxar. Doyan buxar. Yaxşımı? Doyan buxar. İndi tutalım ki, bu qaynadı uşaqlar. Eyni qab düşün. Yəni həmən qabdır, sadəcə qaynadı. Nə olacaq? Su qurtardı da day. Əvvəl axır bu su qurtarmayacaq. Su qurtarandan sonra uşaqlar buxarın rəngini başqa rənginə qoyacağam ki, artıq suyum yoxdur. Hamısı buxarlandı, onda oldu buxar. Buna mən nə deyəcəm uşaqlar? Bu oldu doymamış buxar. Doymamış buxarı başqa cür necə yadımda saxlayacağam? Yəni burada temperatur artanda belə deyək. Temperatur artanda nə olacaq uşaqlar? İdeal qazda təzyiq necə artırdı? Deyirdim müəllimə, V sabitdir. PV bölək T da. Burada elə bir ki, P bərabər NKT-yə görə gedirəm. Amma burada adi PV bölək T-yə görə. Yəni V sabitdirsə, vəssamda PT-dən düz asılıb da oldu, bitdi yəni. Burada heç nə yoxdur. Təzyiq də artacaq. Yəni necə düz asılıq uşaqlar? Təzyiq də artacaq. Yəni belə. Bax, ikinci hissəni belə çəkəcəm. Vəssalam. Bu da olur mənim ikinci qrafikim. Bu ikinci nə olacaq uşaqlar? İkinci olacaq doymayan buxar.
Doymayan buxar. Başqa cür necə öyrənəcəm ay müəllim? İdeal qaz qanunu. Vəssalam. Doymayan buxar. Vəssalam. Bəzən bunu da belə deyirlər. Uşaqlar doyana D plus qoyurlar. Doymayana da D minus qoyurlar. Yəni doymayan. Doyan, doymayan. Bax belə. Yəni doymayan görürsüz necədir uşaqlar? Bax, P T-dən düz asılıdır həcm sabit olanda. İdeal qazda da belə deyildi ki, bəli, P T-dən düz asılıdır. Deməli, doymayan buxar ideal qaz qanunlarına tabidir. Amma doyan buxar yox uşaqlar. Doyan buxar tabi deyil. Aha, deməli, doyan buxar nə oldu? Təkrarlayaq, doyan buxar öz mayeçli dinamik tarazlıqda olan buxardır. Doymayan buxar öz mayeçli dinamik tarazlıqda olmayan buxardır. Doymayan buxar deyəndə özünüzü çaşdırmayın. Adi buxarda uşaqlar, buxardan başqa heç nə yoxdur. Yəni ideal qazdır. Amma doyan buxar. Onun içində su da olmalıdır, buxar da olmalıdır. Yəni bunları mütləq yadımızda saxlayırıq. Bir də böhran temperatur deyilən bir anlayış var uşaqlar. Böhran temperatur nədir? Böhran temperatur maye ilə onun doymuş buxarının fiziki xassələri arasındakı fərqin yox olduğu temperaturdur. Böhran temperatur elə temperaturdur uşaqlar. O əgər sənin maye böhran temperaturdan yüksək temperaturdadırsa, maddə qaz halında olur və onu heç cürə, heç bir təzyiq altında maye çevirmək olmur. Amma əgər qazın böhran temperaturundan aşağı temperaturdadırsa, onda qazı mayeyə təzədən çevirmək olar. Yəni burada da sıxlığın böhran temperaturda belə deyək də belə qoyaq. Böhran temperaturda sıxlığın belə də temperaturdan asılılıq qrafiki var. Sıxlığın temperaturdan asılılıq qrafiki var uşaqlar. Yəni qrafik bu şəkildə olur. Yəni belə bu şəkildə bu mayedir. Buradan bu tərəfi isə uşaqlar artıq belə deyək də belə mayedir. Burada bir dənə nöqtə qoyaq. Bundan aşağısı isə artıq buxardır, doyan buxardır. Aha, bu olur mənim doyan buxarım. Doyan buxar və plusdan qoyuram, uşaqlar birinci doyan buxar. Bu isə mayedir. Bu isə maye. Bax, bu nöqtədə, uşaqlar, bu nöqtədə mənim böhran temperaturumdur. T böhran. Yəni, əgər sən bundan yuxarı temperaturlardasansa, haradasansa, orada artıq sən qazı heç cür mayeyə çevirəməyəsən. Amma aşağı temperaturda çevirmək olur. Aha. Bəli uşaqlar, tutam ki, mənim doymamış buxarım var. Doymamış buxar nə idi? Adi buxar, ideal qaz qanunlarına tabi olan buxar. Mən buxarı neyə bilərəm uşaqlar? Əgər sən doymamış buxarı, deməli, belə deyək, temperaturunu azaltsan, o nə olacaq uşaqlar? Soyuyacaq. Soyuyacaq və nə olacaq? Doymuş buxara çevriləcək. Çünki suya çevriləcək də bir hissəsi. Və yaxud da həcmini azaltsam, uşaqlar, yəni porşeni təsəvvürlə, elə ki, fikirləş, buxardır, ancaq buxardır, sıxıram, həcmini azaldıram, nə olacaq? Sıxılacaq və burada təzədən su təbəqəsi əmələ gətiriləcək. Deməli, sən doymamış buxarı əgər çevirib yenidən doyan buxar eləmək istəyirsənsə, onda temperaturu və həcmini azalda bilərsən. Bundan başqa da biz nə deyə bilərik başqa? Sabit temperaturda dedikdə buxarı genişləndirsən, nə olacaq? Orada genişləndirə suyu tamamilə buxarlandırıb doymamış buxar ala bilərəm. Bunu əvvəldə demişdik. Aha, indi bir də şeh nöqtəsi anlayışı var uşaqlar. Şeh nöqtəsi də bilirsiniz nədir? Şeh nöqtəsi doymamış buxarın doymuş buxara beləliklə çevrildiyi nöqtədir. Yəni burada tutam ki, mənim buxarım var, tamamilə buxardır, amma bir də görürsünüz ki, şeh düşür deyirlər. O şeh nədir ki? Elə ki, havada duman olur, buxar olur. Amma hava o qədər su ilə doyur ki, daha gücü çatmır da ki, havada su qalsın, düşür yarpaqların üstünə su kimi. Yəni doyan buxara çevrildi da. Elə və əgər su varsa, buxar varsa biz ona doyan buxar demişik axı. Ona görə də şeh nöqtəsi nə olur? Doymamış buxarın doymuş buxara çevrildiyi, yəni onlar arasındakı fərqin yox olduğu belə temperaturdur şeh nöqtəsi. Adi görürsünüz, bir də ki, otağa girirsən, otaqda pəncərənin qıraqları su olub. Ay aman, niyə? Gör buxar, otaqda hava buxarı var axı. O hava buxarı o qədər doyub ki, uşaqlar, doymuş buxara çevrilib da. Yəni həm elə otaqda su yaranıb, həm buxar var. Onda doyan, deməli, buxar nə olur? Uşaqlar, doyan buxar bərabər olur doymayan buxara da. Doymayan buxara sıxlıq cəhətdən və s. bərabər olurlar bir-birinə. Bu da olur bizim şeh nöqtəsi anlayışımız. Vəssalam uşaqlar, bu qədər. İndi gəlin bir dənə də doymuş buxar haqqında
fasilələrimizi yadımıza salaq. Baxın, birinci biz nə dedik? Birinci mən tutalım ki, deyirəm ki, temperatur sabitdir. O saat nə deyirdi uşaqlar? Temperatur sabitdir, həcm artır, həcm azalır. Mənim belə gözüm aydın. Onlar ideal qazdadır axı. Mən əgər doymuş buxardan danışıramsa, bircə dənə düsturum var. P bərabərdir NKT. Düzdür? Və yenə də bu düstura görə də heç getmirsiniz. Burada deyirsən ki, temperatur sabitdir, vəssalam. O birilər də sabit olacaq uşaqlar. Yəni burada təzyiq də, belə deyək də, gəlin bir dənə qrafiki belə çəkeyim. Burada təkcə təzyiq də yox, uşaqlar, konsentrasiyada. Yəni təzyiq də, konsentrasiya da, sıxlıq da həcmdən asılı olmayacaq uşaqlar. Ay genişləndim, bu tərs asılıdır, ay nə bilim nə. Onlar hamısı ideal qazdadır. Yəni bu doyan buxarda elə bir şey yoxdur. Sonra bəs birdən temperaturum artırsa yaxşı. Tutalım ki, həcmim sabitdir, amma temperaturum artır. Temperatur artanda uşaqlar, bax, təzyiqdə, sonra sıxlıqda, konsentrasiyada, bəli, P və NKT-yə görə düz asılıqlarda artacaq. Amma uşaqlar, ideal qaz kimi artmayacaq da, 2 qat artacaq. Ona görə də, yəni sən qrafik çəkəndə, qrafiki necə çəkməlisən? Qrafik uşaqlar, belə deyək də, düz asılılıq yox, parabolik asılılıq şəklində olmalıdır. Yəni burada rho da, N də, P də temperaturdan, yəni belə yox da uşaqlar, belə yox. Bax belə. Elə ki, parabolik, 2 qatı mənasında da bu parabolik, 2 qatı mənasında gedir. Aha, indi sonra burada gəlin bir dənə qrafikimizə baxaq. Bu qrafiki nəzərdən keçirəcəm sizlə bərabər. Baxın, tutalım ki, mənim həcmimin, deməli, daha doğrusu təzyiqin həcminə asılı qrafiki verilib. Gəlin baxaq, təzyiqin həcmindən asılı qrafiki verilib. Yazıram bura təzyiq, bura yazıram həcm. Düzdürmü? Gəl görək burada nələr baş verib. Baxın, 1-2 qrafik, tutalım ki, mənim qrafikimin bir hissəsi belədir. Bax, belə. Fərqli-fərqli rənglərlə qoyacağam. Bax, belə. Bir hissəsi belədir. Belə. Bir hissəsi də belə. Belə. Oy, dəqiqə. Bunu belə çəkim. Aha, bir hissəsi də belədir. İndi mənə deyir ki, burada nələr baş verir. Gəl baxaq. Özü qrafikim deyir, belə gedir. 1, 2, 3, 4. Yəni, ox belə gedir da, belə. Gəl görək burada nə baş verir. Uşaqlar, baxıram 1-2-yə. Gəl baxaq 1-2-yə. 1-2 nədir? 1-2-yə bax. Uşaqlar, 1-2 görürəm ki, təzyiq həcmdən tərs asılıdır. Təzyiq nə vaxt həcmdən tərs asılı olurdu? Ay müəllim, MKN-də. Təzyiq həcmdən tərs asılı olurdu, temperaturda sabit olurdu. Ay sağ ol. Deməli, burada ideal qaz qanunu ödənir da. Deməli, bu nədir? Doymayan buxar. Çünki biz demişdik ki, ideal qaz qanunu əgər ödənirsə, bu doymayan buxardır. 2-dən 3-ə gedəndə bax. Bəs 2-dən 3-də nədir uşaqlar? 2-dən 3-ə fikir ver. 2-dən 3-ə burada nə olub? Təzyiq sabit olub. Təzyiq sabitdə həcm azalır. Neyniyim? Gözüm aydın, həcm azalsın da. Təzyiq sabitdə artıq burada doymuş buxardan söhbət gedəcək. Doymuş buxar. Yəni o həcm azalır, temperatur da azalsın, elə bir şey yoxdur. Doymuş buxardır uşaqlar. Bəs 3-4-də nə baş verib? 3-4-də həcm sabitdir uşaqlar. 3-4-də fikir verirsinizsə, həcm sabitdir, sabit olmağına. Amma təzyiq neyinir? Təzyiq artır. Təzyiq artırsa, burada artıq mayeyə aiddir da. Maye hissəsidir bu. Mayeyə aiddir. Mayeyə aiddir. Aiddir. Bax belə, mayeyə aiddir. Yəni, burada özü bu T bərabər konstant hal üçün baxıram da, tutalım ki, burada təzyiq artır, temperatur sabit, həcm sabit, təzyiq özünü artır, bu artıq mayeyə aid tutandır. Mayenin sıxılması da özüdür uşaqlar. Ki, təzyiq artdıqca mayeyi sıxırsan da, belə deyək. Temperatur da sabit saxlamışam, həcm də sabit saxlamışam. Təzyiqi artıramsa, orada maye sıxılır artıq. Aha. Bir də uşaqlar, bir dənə də qrafikə baxacağıq. Bir dənə də qrafik. Bu önəmli bir qrafikdir uşaqlar. Baxın, tutalım ki, təzyiqin temperaturdan asılılıq qrafikinə baxıram. Gəlin baxaq. Təzyiqin temperaturdan asılılıq qrafikinə baxıram. Bu məsələləri qarşımıza çox çıxır. Baxın, belə verib, tutalım ki, 2 dənə xət verib uşaqlar. Qırıq-qırıq. Bir elə çəkim onu. Uşaqlar, fikir verin, qrafiki bu şəkildə verib. Qrafiki bu şəkildə verib, gəlin indi biz bu şəkildə nəzərdən keçirib. Baxın, 1-2 qrafikində görün nə olur. Yenə də oxu bu şəkildə düşünün də, yəni aşağı gedir də oxu. 1-2 qrafikində nə olur uşaqlar? Qrafik 1-dən 2-yə gedəndə mən görürəm ki, burada təzyiq temperaturdan düz asılıdır. Düzdür? Təzyiq temperaturdan düz asılıdır və izoxor prosesə baxırıq da burada da təbii ki. Burada izoxor prosesdir, V bərabər konstant.
halına. Burada da izotermik prosesi, təbii ki, T bərabər konstant halına baxırıq. Burada da izoxor prosesə baxıram. Görürəm ki, uşaqlar 1-2 halında prosesin V7 sabitdir və P T-dən düz asılıdır. Hə, uşaqlar bu ideal qaz deyil, ideal qazdır. Onu o saat nə yazacağam? Bu olur doymamış buxar. Çünki ideal qaz qanununa tabe olan buxar doymamış buxardır, düzdür? Sonra baxıram hara? 2-3-ə. Uşaqlar 2-3-ə bax. 2-3-də uşaqlar V konstantdır. Amma PT-dən uşaqlar düz asılı deyil, parabolik asılıdır. Parabolik, 2 qatı, parabolik. Onda bu 2-3 nə olacaq uşaqlar? 2-3 təbii ki, doymuş buxar olacaq. Doymuş buxar. Çünki parabolik asılıdır. Və bəs 2 nöqtəsi nədir uşaqlar? 2 nöqtəsi şeh nöqtəsidir. Şeh nöqtəsidir 2 nöqtəsi. Çünki fikir verirsinizsə, 2 nöqtəsində uşaqlar nə olur? Orada belə deyək də, doymayan doyana çevrilir. Doymayan doyana çevrilir. Ona görə də o bizim üçün olacaq nə? Şeh nöqtəsi. Hə, bunu da yadımıza saxlayaq. İndi burada bir dənə söz deyim ki, uşaqlar, 2 nöqtəsində, bax, bu doymayan buxar idi. Doymayan buxar. Gəlir, doymayan buxar. Bax, 1-dən 2-yə qədər uşaqlar, söhbətdə maye yoxdur. Ancaq qabın içində buxardır. Niyə? Çünki doymayan buxarda maye ola bilməz. Ancaq buxardır. 2-yə kimi buxar gəlib. Deməli, 2-də buxarın kütləsi ən çox olacaq, düzdür? Amma bu göy hissəyə keçən kimi artıq su əmələ gəldi. Su əmələ gəlib ki, mən ona doyan buxar dedim də. Su əmələ gəlsə, buxarın kütləsi azaldı. Deməli, 1 ilə 2-də buxarın kütlələri bərabər olacaq təbii ki. Çünki orada buxardan başqa heç nə yoxdur. Amma 3-ə çatanda uşaqlar, 3 nöqtəsində artıq su da var məsələnin içində. Deməli, bir yaxdan qabın içində ancaq hamısı dolu buxar idi. İndi su da var. Çünki doyan buxarda su olur axı. İndi su da olduğuna görə onda artıq o 3-cü hissədə buxarın kütləsi azalmış olacaq. Bu da buxarın kütləsi üçün olan bir asılılıqdır burada. Bunu da unutmayın. Buxarın kütləsi daha bu. Bax, bu niyə belə oldu uşaqlar? Baxın, 1-2 qrafikini doymayan buxar olduğunu bilirsinizmi? Bəli, doymayan buxar uşaqlar, qab içi hamısı buxardır. Yəni, burada sən sudan söhbət eləyə bilmərsən. Doyan buxarda amma mütləq nə olmalıdır? Qab içində də su. Bəli, o olur doyan buxar. Və salam. Doyan-doymayan buxar haqqında bu qədər. Gələn rütubəti də artıq gələn videoda çəkəcəyik.